Bizim dəyərli qonaqlarımızdan Yosifa xanım bizimlədir. Artıq Yosifa xanım Azərbaycan dilini öyrənməyə başladığına görə mənim dediklərimi anlayır. Bizim bir valideynimiz gəlib Qazaxıstandan, вы приехали из Казахстана, правда? Из России. Ага. Какие улучшения, когда вы приехали сюда? Özü danışsın əziz tamaşaçılarımız, bizim qonağımız. Мы приехали сюда, мы уже второй месяц здесь, в центре Бердовида. İkinci aydır ki buradayıq. Первый месяц, когда мы приехали, сразу у нас улучшилось сон у ребенка. Birinci aydan sonra artıq bizim yuxu problemimiz yavaş-yavaş aradan qalxdı. А второй месяц уже у ребенка раньше был речь, но это мы не считали, что речь. То, что ребенок хотел, он не мог это выразить. Əvvəllər bizim belə deyək, uşağın nitqi, danışığı güya ki var idi, amma demək olar ki yox idi. Çünki o öz fikirlərini ifadə edə bilmirdi. Yəni nə istədiyini bizə söyləyə bilmirdi normal şəkildə. Он с угла в угол бегал, нервничал, а мы не понимали то, что хочет ребенок. Но речь был, он говорить не мог этого. Вот благодаря Иосифе второй месяц у нас уже начинается улучшение. Постепенно ребенок уже, я вообще даже не верю. Я даже иногда говорю, я даже мурашки бегают по телу, что я не верю, что ребенок сидит, то, что он хочет есть, это он сам уже говорит. Əvvəllər uşaq çox əsəb keçirdirdi. Məsələn, evdə, otaqda o yana bu yana qaçırdı, fikrini izah eləyə bilmirdi, ağlayırdı, qışqırırdı. Sözsüz ki, belə olan halda valideynlər də çox əsəb gərginliyi keçirir. Amma buradakı müalicədən, terapiyadan sonra artıq deyir ki, uşaq hansısa sözləri ifadə edə bilir, bizi başa sala bilir, nə istədiyini bizə deyə bilir və valideyn söyləyir ki, nənəsidir uşağın. Deyir, sanki mən bunu danışıram, tüklərim deyir, biz dayanır deyir, özüm deyir, inanmırdım. Özüm heyrət içərisindəyəm ki, bu necə oldu ki, uşaq artıq sözləri deməyə başlayıb. Bu böyük xoşbəxtlikdir, əziz tamaşaçılarımız, həqiqətən bir ailə üçün. До этого мы занимались, вот с 3 лет мы уже постоянно с этим А сейчас сколько ему? Ему уже сейчас 8 лет. İndi 8 yaşı var, 3 yaşından bu yana artıq 5 ildir ki, onlar müalicə üçün müxtəlif müəssisələrə müraciət ediblər. Да, мы бегали по логопедам. В России, да? В России. Ага. И были у логопедов. В каком городе? Moskovskая область. Moskovska oblast, Moskva vilayətində yaşayırlar. Aha. У логопедов были, у нейропсихологов были. Вообще-то все, везде мы были, но Neyropsixoloq, neyropsixoloqa gediblər, logopedə gediblər, yəni müxtəlif yerlərə gediblər. Moskva vilayətində yaşayırlar. Aha. Да, но результатов мы вообще не видели. Никаких результатов не было? Никаких? Малейшие результаты? Ну, были, что малейшие, то, что он рисовал, вот это было. Рисует, цвета он узнал. Aha, deməli, lap xırda belə deyim də, nəticələr əldə ediblər. Rəngi bilib, rəngləri tanıya bilib. А то, что здесь, допустим, раньше он хотел кушать, он подошел, открыл холодильник и плакал. То, что он хотел, мы вообще не знали. Потом, когда он пить хотел, он бутылку носил и просто молчал. Когда мы задавали... Сколько? 8 лет. Demək, əvvəllər deyir, uşaq yemək istəyəndə ümumiyyətlə dayanırmış soyuducunun qarşısında və fikrini izah edə bilmir də, deyə bilmir də ki, mən yemək yeyirəm və başlayırmış ağlamağa, özünü çox pis hiss edirmiş. Valideyn də bilmir ki, uşağa nə versin? Hə, soyuducunu açdı, pendir istəyir, kalbasa istəyir, meyvə istəyir, nə istəyir? Aha. Да. Он приносил бутылку и стоял. Да, когда мы задавали ему вопрос, но это считается, мы так до считаем, этого, что... до этого терапии. До этого. Ага. Bu vaxtda qədəri danışır əziz tamaşaçılarımız. И мы его спрашивали постоянно, как дрессировка. Спрашивали, что ты хочешь? Постоянно он один и тот же слова говорил, дай пить хочу. Вот это, эти слова были неосознанно. Demək, biz deyir, həmişə deyir, ondan soruşurduq ki, sən nə istəyirsən? O da deyir, həmişə deyirdi ki, su ver içim. Amma deyir, bu su ver içim, o məsəl üçün suyu istədiyi anda adam deyir də su ver içim. Bu deyir, anlaqlı şəkildə demirdi su ver içim. Yəni susuzlayıb demirdi su ver içim. Yəni sadəcə olaraq elə bil ki, dirşirovka nədir? Təlim? Hə? Sanki təlim keçmişik. Mikrofonlar sanki təlim nəticəsində aşılanmış olmuş kimi, hə? Eyni sözü təkrar. Necə?
təlim nəticəsində aşılanmış sözlər idi. Aha, təlim nəticəsində aşılanmış bir söz. Bax, ona görə psixoloq lazımdır ki, müəyyən terminləri açıqlasın, bizə söyləsin. Buyurun, aha, продолжайте. Когда мы лечили у Иосифе, он сам собой вот сидит, это было вообще, он сидит и говорит картошка, кетчуп, огурец. Он эти слова никогда до этого не говорил. Я уже знаю, что ребенок хочет, но он пока не говорит полностью, но над этим как предложение тоже, он не говорит, ага. Приложениями он говорит, но Ну, это слова для говорит. нас большое-большое счастье. Görün insanlar xoşbəxtliyi nədə görürlər. Mən həm də istəyirəm ki, əziz tamaşaçılarımız, bəzi insanlar var, bax sizin yanınıza gələn, 3 uşağı var, 4 uşağı var, uşağından xəbərsizdir. Analar da var, atalar da var. Bilmir uşağı hardadır, bilmir uşağı nə yeyir, nə içir, bilmir uşaq nə geyinir, bilmir uşağın arzuları nədir. Görün bir valideyn nə ilə xoşbəxt olub. Uşaq deyir, indi deyir ki, kartof, ketçup. O deyir, kartofla ketçup sözünü deyəndə biz artıq bilirik ki, o kartof qızartması istəyir. Bu deyir, mənim üçün böyük xoşbəxtlikdir. Kaş ki, o övladına laqeyd qalan valideynlər bu ananı eşidəydirlər, İntiqam müəllim. Вот мы сейчас, как раз ребенок остался с няней, и вот мы сейчас уходили, и я своими ушами слышала, как он просил пить. При этом, вот как правильно тетя говорит, что раньше была дрессировка, есть очень большая разница, когда вот ребенок говорит заочно, когда с него требуют, или когда он говорит сам. Осознанно. Да, осознанно, и видно, что ему нравится, он был такой довольный. Я очень благодарна этому центру, я очень благодарна Бердавиду и Иосифе, что они помогают таким детям. Просто мое мнение, лично мое мнение такое, что, допустим, может быть, некоторые думают, что почему не надо к логопеду, нейропсихологу. Мое личное мнение, что сперва ребенка надо лечить, основное место, допустим, голову надо лечить. Mən Berdavid mərkəzinə dərin təşəkkürümü bildirirəm. Xüsusi olaraq David bəyə, Yosifə xanıma dərin təşəkkürümü bildirirəm. İlk növbədə uşağın müalicəsi ilə məşğul olmaq lazımdır. Продолжайте. Да, у ребенка надо нервы, вот это голову надо лечить. Əsəb sisteminin müalicəsi ilə məşğul olmaq lazımdır. А потом можно постепенно к логопеду, к психологу и к нейропсихологу.